Salam, hər vaxtınız xeyir olsun. Natural ədədlər testinin izahına baxırıq. İlk suallara baxaq. Deməlidir ki, ifadələrin hansının qiyməti n-in bütün natural qiymətlərin tək ədədidir. Belə suallarda n-in yerinə 1 və 2 yazaraq yoxlayırsınız ki, görək hansında nə olacaq? Tək ədəd alınacaq. Sualın şərtindəki bütün qiymətlərindədir. Ona görə 1, 2 ikisini qoymalıyıq. Əgər şərtdə desəydik ki, n-in tək qiymətində, n-in cüt qiymətində indi misallar gələcək, görəcəksiniz. Gəlin baxaq. Deməli, n yerinə 1 qoyuram. 0 olur. Yəni 1'in kvadratı çıx 1, 0 olur. Bu tək deyil. Ona görə getdi bu. 1 kvadratı 1 üstə gəl 1, 2 olur. Düz gəlmədi. 2 vur 1, 2 üstə gəl 3, 5 olur. Aha, ola bilər. Okey. 2'ni qoyuram indi. 2'nin kvadratı 4, 4 vur 2 vur 4, 8 üstə gəl 3, 11 ola bilər. Cavab C-dir. Bu şəkildə. İkinci sual. Sual 2. Baxın hörmətli şagirdlər. 7a çıxılsın 3'ün kvadratı yazıb görürsünüz. Bu kvadratdır, kubdur, nədir, nə olur olsun. Bunun heç bir əhəmiyyəti yoxdur. Tək və cütlükdə. Bu cür suallarda mötərəcənin kvadratının, kubunun dəxli yoxdur. Ona görə də onu silib atacaq. Ona baxmağa ehtiyac yoxdur. A-ya qiymət versən 1 və 2. Sualın şərtindədir ki, bu ifadə tək ədəddir. A-nın yerinə 1 qoy görüm burada nə olacaq? 7 vur 1 çıx 3, 4 olacaq. 2 qoy görüm 7 vur 2 çıx 3, 14 çıx 3, 11 tək olacaq. 11. Hansı halda tək oldu burada? Deməli A nə olmalıdır? 2. A-ya 1 qoymaq olmaz. A-nın yerinə 2 alaraq düşürəm variantların hamısını, A-nın yerinə 2'ni yoxlayıram. Görüm hansı variantda cavab cüt olacaq. Deməli, 2'nin kvadratı 4 çıx 1, 3 olur. Getdi. 2'nin 5 vur 2, 10 üstə gəl 2, 12. Okey, cavab B'dir. Vəssalam. Üçüncü sualda bu tipdən sizə qalsın. Dördüncü sual deyir ki, x cütdür, y təkdir. Özü deyir də, x cütdür, y təkdir. X cütdür, y təkdir. Vəssalam. Alırsan bu ədədləri, qoyursan funksiyaların özlərində, funksiya nə idi? Variantların özlərində yeni hesablayırsan, gör hansında tək ədəd alacaqsan. 2 üstə gəl 1, 3 kvadratı 9 üstə gəl 3, 12 olmadı. Yəni cüt oldu, tək lazımdır mənə. 3 vur 2, 6 üstə gəl 2, 8 olmadı. Bu da getdi. 2 üstə gəl 1, 3, bu da 1, 4 olmadı. 2'nin kvadratı 4 üstə gəl 3, 7 oldu. D variantı oldu doğru cavabımız. 5 də eyni sualda sizə qalsın. Həmçinin 6'ya gəlin baxaq. 6 biraz fərqli sual verə bilər. Deyək ki, ola bilər məsələsi var nəsə. Gəlin baxaq da 6'ya. 6 nömrəli suala baxırıq. X və Y cüt ədədlərdir. X-a da 2 yazıram, Y-a da 2 yazıram. İfadədən hansının qiyməti tək ədəd ola bilər? A variantına baxsam 5 vur 2 vur 2 nə olacaq? 5 vur 2, 10 vur 2, 20 olmadı. Cüt oldu da. 2'nin kvadratı 4 üstə gəl 2'nin kvadratı. 2'nin kvadratı 4 üstə gəl 2'nin kvadratı. Bu da 4. 8 bölü 2. 4 olmadı. 2'nin kubu. 8. 8. 16 bölü 4. 4 olmadı. 2 üstə gəl 6. 8 olmadı. 2 üstə gəl 2. İndi fikir verin. Diqqətlə baxın. 2 üstə gəl 2. 4. 4 bölü 2 nə olur? 4 bölü 2 eləyir bizə. Deməli 4 bölü 2 2 olur. Düzdürmü? İndi mən x-a 2 verib y-a 6 versəm. Bu da cütdür. Bu da cütdür. Fikir verirsiniz. Yenə 2 üstə gəl 6 nə olacaq? 8. 8 bölü 2 nə olacaq? 8 bölü 2 olacaq. Yenə cüt. Bizə tək olması istənilir. Düzdürmü? X-a 4 verib y-a 6 versəm. 4 üstə gəl 6 bölü 2. 10 bölü 2 nə olur? 5. Tək oldu. Bəli. Ki verirsiniz. Cüt oldu. Bayaqdan bunları cüt olurdu. Burada tək oldu. Ona görə ola bilər deyirdi. 7-ciyə gəlin baxaq. Deyir 100 ardıcıl 100 natural ədədlər sırasındakı ən kiçik və ən böyük ədədlərin cəmi 629-dur. Mən ardıcıl 100 ədəd yazsam, məsələn 1-dən başlayıram 1, 2, 3 və s. 100 yazsam. 100 yazsam. Birinci x deyəndə axırıncıya nə deməliyəm? 101-dən nə qədər çoxdur? 101-dən 99 vahid çox deyil. Axırıncıya x dəqə 99 deməliyəm də. Yəni birinci x desəm 100-cü x dəqə 99 olacaq. Son şərtində deyir ki, ən kiçik və ən böyük ədədlərin cəmi, ən kiçik və ən böyük bunların da. Bunların cəmi bizə verib 629. 2x bərabərdir. 629-dan 99-u çıxıram. 629 çıx 99. 530 olur. X də bərabərdir. Neçə olacaq? Deməli 265 D variantı. Bu 7-ci sual idi. 7-ci sual. 8 nömrəli suala baxaq. Bu tip suallardan nə etməlisiniz? Əslində yazmalısınız 100A üstə gəl 10B üstə gəl 7. Belə yazmalısınız. Belə 100A üstə gəl 10B üstə gəl 7. Çıxılsın 10A üstə gəl B bərabərdir 133. Düzdür. Sonra mötərəzənin içində olacaq 100A'dan 10A çıxanda qalacaq 90A. 10B'dən B çıxanda qalacaq 9
B müsbət 7 bərabər 133. 90 A 9 B-dən 9-u mötərizə xaricə çıxardanda 10 A üstə gəl 1 B bərabər 133-dən 7-ni çıxardanda çörə qalacaq 126. 126 10 A üstə gəl B yazaq. 126 9-a bölünür. 1 4 14 olur. Deməli belə çıxır ki, A 1-dir, B də 4-dür də. Düzdür belə. Bəs bunun rahat bir yolu var müəllim? Var təbii ki. Necə? Gəlin baxaq ona da. Deməli bax A, B 7-dən çıxıblar. A, B-ni alıblar 133. Sual verirəm mən sizə. 7-dən nəyə çıxanda 3 eləyər? 4-ü. Ay müəllim. Bu B 4-sə bura 4 olacaq. Tamam. 4-dən nəyə çıxanda 3 eləyər? 1-i. Və bu da 1-dir də. Belə çıxır ki. Və salam gördünüz. Deməli A 1-dir, B 4-dür də. Belə yazmaq olardı. 9 da sizə qalsın. Keçirəm 10-cu suala. 10 nömrəli sual. AB ədədi üçün AB üstü xətt nə idi? 10A üstə gəl 1B bərabərdir 2A üstə gəl 4B. O 2A-nı bura gətirəndə olacaq 8A. 1B-ni bura gətirəndə olacaq 3B. A 3-ə, B 8-ə uyğundur. Və 2 rəqəmli ədədi deyil. Ona görə əslində mən bura yazmalıyam. A bərabərdir 3K, B bərabərdir 8K-ya. K-ya artıq 2 verəndə 8 bölü 2 16 olduğu üçün B 2 rəqəmli olacaq deyə uyğun deyil axı. B 1 rəqəmdir axı. Ona görə K ilə 1 olur. Yəni birbaşa olaraq A-mız 3, B-miz 8 olur. A-mız 3, B-miz 8 olur və bunun da cəmini soruşur bizdən burada. Olacaq nə? 11. 11 nömrəli sual sizə qalsın. 12-yə baxaq. 12-yə. Eyni sualdır. AB üstü xətti 10A üstə gəl 1B bərabərdir 2A üstə gəl 5B kimi açılışını yazıram. Və 2A-nı 10A-nın yanına gətirəndə 8A olacaq. 5B-ni də bu B-ni də 5B-nin yanına aparanda 4B qalacaq. Hər tərəfi 4-ə böləndə 2A bərabərdir 1B qalır. 2A bərabərdir 1B-yə. Belə çıxır ki, A-mız 1K-dır, B-miz də 2K-dır. Yəni bu nə ola bilər ay uşaqlar? Bax 1 qoysam K-nın yerinə 18, 2 qoysam 24, 3 qoysam 36, 4 qoysam 48, 5 yaza bilmərəm artıq. 5 burada 10 düz gəlməz axı bu rəqəm olmaz da. Yəni 5 B-nin yerinə 10 yazmaq olmaz axı bir simvol da B-miz. Aha, deməli mənə nə deyirdi? Ən böyük qiyməti, ən böyük 48, ən kiçik 18-dir. Bunların cəmini tap. Yəni 48 ilə 18-in cəmini bizdən istəyir. Olacaq necə? 66. Bir dəqiqə. Fərqini tap deyir bizə 12-dən. Fərqini tapmaq lazımdır. Bir dəqiqə, bu nəyi səhv edirəm, bir dəqiqə baxım. Deyir ki, ən böyük qiyməti ilə ən kiçik qiymətin fərqini tapın. Mən sualları qarışdırmışam. Yoxsa necə? Yox, düz yazmışam da. 2 ixtisarla, 4 ixtisarlamışam. 2A, 1B, B-miz 1. Düz yazmışam. K-ya 1 verəndə 18 olmalı deyil, 12 olmalı deyil. Deyirəm, baxın, nəsə düz gəlmir. 12 olur, 24, 36, bu da 48 olur. 48-dən 12 çıxanda qalır 36. Bəli, cavab 36-dır. Davam eləyək. 13 də eyni bu sualdır. 14, 5940 ədədi 5 rəqəmli ABCD-yi və ADCB-yi ədədlərin fərqinə tam bölünürsə, ay uşaqlar, gəlin biz bundan bunu çıxaq. Görün necə olacaq. Bax, fikir verin. Təkliklər mərtəbəsinə bunları çıxanda getdilər, qalmadı. İndi bax fikir verin nəyə? Bax diqqətlə baxın bax. C-lərə gedəcək, A-lara gedəcək, eyni axı. Amma bura baxın, burada neçədir bax bu? Elə ki bax 1, 10, 100, 1000. Elədir. Bu da 10.000. Demək, bunun açılışını yazsam belə olacaq da 10.000 A, 1000 B, 100 C, 10 D, 1 Y. Bax bunun açılışıdır. O bir çənin açılışı isə, bax bunun açılışı isə 10.000 A, 1000 D, 100 C, 10 B və 1 Y. İndi baxın, bax buradan bunu çıxmaq lazımdır. Fərqi deyil axı. Çıxan zaman bundan bunu çıxıram getdi. Bax bundan bunu çıxıram getdi. Bundan bunu çıxıram getdi. Bax indi 1000 B-dən 10 B çıxanda qalacaq 990 B. 10 D-dən 1000 D-ni çıxanda mənfi 990 D qalır. İndi sual şərtinə fikir verin. Deyir ki, 5940 ədədi bu 5 rəqəmli ədədlərin fərqinə tam bölünür. Tam bölünür. Fikir versə B D-dən böyükdür. B D-dən böyükdürsə bu ifadədən də böyük olacaq. O zaman bu ifadə müsbət ifadədir.
Və 5940 ədədi bu ifadəyə bu ədədə bölünür. Bunu aşağı sala biliriz belə. 5940 bura bölünür. Bərabərdir. 5940-ı bölürəm. Burada 990-ı mötərizə xaricə çıxardığında 5 çıxdıya qalır da. Bunlar ixtisar gedir. Burada 1, burada 6 qalır. Bərabərdir. 6 bölünsün 5 çıxdı. İndi şərtə fikir verdik ki, 5 çıxdıya fərqini ala biləcək qiymətlərin cəmini tapın. 6 nəyə tam bölünə bilər? 1-ə bölünə bilər, 2-yə bölünə bilər, 3-ə bölünə bilər, 6-ya bölünə bilər. Başqası yoxdur. Və son şərtində bunların cəmini bizdən istəyir. Bu da bərabərdir. Olacaq 12. Deməli, neçə nömrəli sual idi bu? Bu sual 14 nömrəli sual idi. 14 nömrəli sualın cavabı oldu 12, 15 nömrəli. Bu tipdədir. Keçirəm 16 nömrəliyə. Deyir ki, A və B ədədləri üçün bu tək ədəd olarsa, AB hasilinin ən kiçik qiymətini tapın deyir. Hasil tək ədəd o vaxt olur ki, bu da tək olsun, bu da tək olsun. Hər ikisi tək olmalıdır. Başqa hal mümkün deyil. Yəni, belə deyim də, misal üçün bax, 3 vur 5, 15 olur. O təkdir, təkdir, bu da təkdir, gördünüz. Məsələn, 3 vur 6 olsaydı 18 cüt olardı. Və yaxud deyək ki, 4 vurulsun 7 olsaydı 28 cüt olardı. Bir cütcə hasil cüt olur. Hasilin tək ədəd olması üçün vurların hər ikisinin tək ədəd olması lazımdır. Bu bir. İndi gəlin baxaq. Bu ifadə nə vaxt tək ola bilər? Bu ifadəni tək edən B-lərə baxaq. Gəlin biz B-yə 1 də verək, 2 də verək. B-yə 1 versəm, B-yə 1 versəm, nə olacaq? B-yə 1 versəm. 3 vurulsun 1, üstə gəl 1. Olmur da. 3 vur 2 üstə gəl 1, 7 olur. 3 vur 1 üstə gəl 1, 4 cüt olurdu. Bizə tək lazım idi, 7. Deməli, B-yə ən kiçik 2 verəcəm. 2. İndi baxın, A çıx 5-in tək olması üçün A-ya 1, 2 qoya bilmərəm. A-ya mütləq 6 qoymalıyam. Niyə? Axı 1, 2 qoysam bu 1-dən 2-dən 5-ə çıxanda mənfi olacaq. 6, 7, 8 qoy yoxlamalıyam. 5-dən böyük qoymalıyam da. 5 qoya bilmərəm, 0 olacaq. 5-dən böyük qoymalıyam. 5-dən böyük 6 yazıram. 6 yazsam 6 çıx 5 1 olur. Bəli, 6 çıx 5 1 olur. 1 olur. Bu da B-nin də yerinə 2 yazanda 3 vur 2 gəlir 7 olur. 1 vur 7-də 7 tək ədəd olur. Düzdürmü? Bəli. Nə vaxt? A-nın 6 qiymətində, B-nin də 2 qiymətində ən kiçiyi. Və onların da hasili 6 vur 2, 12 olacaq. Yəni 16 nömrəli sualın cavabı oldu 12. Gəlin baxaq 17-yə də baxaq. 17-yə də baxaq. Deyir ki, A, B və C nömrə ədədləri üçün bu olarsa, B-nin ala biləcəyi ən böyük qiyməti tapın. Tamam. B-nin ən böyük qiymət olması üçün şagirdlər diqqətlə baxın. Digərlərinin qiymətini ən kiçik olmalıdır. Digərlərinin qiyməti ən kiçik olmaq nə deməkdir? Mən eləməliyəm ki, bunlar ən kiçik olsun, ən balaca olsun. Və şərtə görə A, B natural ədədlərdir. A, B, C natural ədədlərdir. İndi görün, mən bura götürüb C-ni yerinə 8 qoyacağam. 8. Niyə müəllim? 8 və 8 1 olsun, tam olsun deyə. Bura qoyacağam 1, 2 vur 1 2 olacaq. A-nın yerinə 1 qoyacağam, C-nin yerinə 8 qoyacağam. O zaman bura olacaq 2, üstə gəl 5, üstə gəl 8 böl 8 1 bərabərdir 50. Buradan B-yə qalacaq 47. Birisi bu nəyə oxşuyur? Bax, mənə deyir ki, sualda B-nin ən böyük qiymətini tap. Ən böyük. B-nin ən böyük olması üçün bunların ən kiçik olması lazımdır. Sanki səni mağazaya göndərirlər, 100 manat pul verirlər. Deyirlər ki, get pul xərclə, pul xərclə. Nə qədər istəyirsən xərclə. Bütöv qəpik olmasa manatlarla 1 manat, 2 manat, 3 manat, 10 manat, 50 manat, nə qədər istəyirsən xərclə. Amma evə qayıdanda ən çox pulla qayıt. Sən ən çox pulla qayıtmaq üçün nə etməlisən? Ən az xərcləməlisən, elə deyilmi? Burada da B-nin ən böyük olması üçün bunların ən kiçik olması lazımdır. Ən kiçik. İndi deyə bilərsən ki, müəllim, mən bura gətirib 1 yazardım da. 8-ə 1 yazsam, 8-ə 1 yazsam. Burada 2 vur 1, 2 üstə gəl 8-ə 1, 2 tam 8-ə 1, 50-dən 2 tam 8-ə 1 çıxanda axı kəsir qalacaq. Sualın şərtində B-nin natural olduğu qeyd olunur baxı. A, B, C natural olduğu qeyd olunur baxı. Ona görə də mütləq şəkildə C-yə 8 verməliyəm ki, bu da natural olsun, bu da natural olsun ki, bu da natural qalsın da B-yə. Verəm, ümid edirəm ki, aydındır. Aydın olmayırsa dərsə soruşarsınız, bir daha izahını verərəm. 18 nömrəli suala baxırıq. 18 nömrəli sual deyir ki, bu şərti ödəyən AB ikiqəmələrin sayını tapın. Bu cür suallarda bu açılışını yazmaq lazımdır da. Deməli 100A-dan, baxın bu 100A-dan, 10A-dan 1A çıxanda qalır 9A. Sonra 1B-dən 10B-ni çıxanda mənfi 9B qalır. Bölünsün A çıx B bərabərdir. Daha doğrusu üstə gəlinsin A üstə gəl B bərabərdir 21. Buradan 9-u mötərizə xaricə çıxartdıq da. Bunlar ixtisar gedib qalacaq 9 üstə gəlinsin A plus B bərabərdir 21. A plus B bərabərdir 21-dən 9 çıxanda yerdə qalacaq nə? 12. Deməli, cəmi 12 olan rəqəmləri axtarırıq. Rəqəmləri axtarırıq. Diqqətli olaq burada uşaqlar. Rəqəmləri axtarırıq. Deməli, 3, 9, 4, 8, 5, 7.
6, 6. Müəllim 7, 5 olar. Bəli. 8, 4, 9, 3. İndi fikir verin. 6, 6-nı yaza bilmirəm. Niyə? Çünki 6 çıx 6 0 olur axı. Sıfıra bölmə yoxdur. İndi fikir verin. Son şərtdən baxın. AB iki rəqəmli ədədlərin sayını tapın. AB 39-dur. AB 93'tür. Gördünüz? O da sayıldı, bu da sayıldı. Sonra 48, 84, 57, 75. Yəni neçədən oldu? 6 dənə oldu. Aydındır? 6 dənə oldu. 19 nömrəli suala baxırıq. 3 rəqəmli ədədin 1%-i onun rəqəmlər cəminə bərabərdir. Bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tapın. 3 rəqəmli ədədin 1%. 3 rəqəmli ədədimiz olsun A, B, C. 1% tapmaq üçün bunu 1-ə vurub 100-ə bölməyimiz lazımdır. Bu bərabərdir. A üstəgəl, B üstəgəl C-yə şərtə görə. Düzdür, bu 3 rəqəmli ədədin ala biləcəyi rəqəmlər cəmi bərabər. Rəqəmlər cəminin belə baxaq da bu ABC-nin açılışı nədir mənim üçün? 100A üstəgəl 10B üstəgəl 1C bərabər 100-ü bura çarpaz vursam 100A 100B 100C olacaq. İndi 100A'lar getdi, bəli. Bunları götürüb bərabərliyin sağ tərəfinə keçirmiş olsam, alaram 90B deməli üstəgəl 99C bərabər 0 və yaxud da ki bir dəqiqə 91, 99C bərabər 0. 9-a bölsəm 10B üstəgəl üçün 11C bərabər 0. İndi nəzərə alsaq ki, hörmətli şagirdlər, nəzərə alsaq ki, B ilə C rəqəmlərdir. Düzdür, B ilə C rəqəmlərdir də. Yəni şərtə görə fikir versiniz. ABC mən burada 3 rəqəmlərdən rəqəmləri kimi götürmüşəm də. Hansı rəqəmləri birini 10-a, digərini 11-ə vurub toplayanda cavab 0 ola bilər? Bu ancaq və ancaq B-nin və C-nin 0 olduğu halda mümkündür də. Başqa halda mümkün ola bilərmi? Təbii ki, xeyr. Və hətta biri gərək mənfi olsun ki, bu hasil bu cəmi sıfıra getsin, düzdürmü? Məsəl üçün 5-in üstündən nəyə gələndə sıfır eləyir? Mənfi 5-i, düzdür? Ona görə də bu, yəni sıfır olması üçün yəni biri mənfi olması lazım, bu və ya bu mənfi olması lazım, bu da doğru ola bilməz. Ona görə də hər ikisinə sıfır halı verirəm. Onda A burada sərbəst qalır da. A yoxdur, A hər şey ola bilər. Və belə çıxır ki, A-ya 1 də verə bilərəm, 2 də verə bilərəm, 3 də verə bilərəm, 4 də verə bilərəm. Doğrudan da, məsəl üçün A-ya 5 versəm, 0, 0 yazsam, 500-ün rəqəmlərin cəmi 5 olur ki, 500-ün 1%-ə 5-dir. Bəli. Tamam, bu şərti ödəyən ədədlərimiz hansılardır? 100, 200, 300 və s. 900. Deyir ki, bu şərti ən böyüklə ən kiçiyin fərqini tapın. 900-dən 100 çıxacam, cavab olacaq nə? 800. Deməli, 19 nömrəli sualın cavabı oldu 800. 20 nömrəli sual deyir, 2 rəqəmli ədədin təkliklərin sayı onluqların sayından 2% böyükdür. Ay şagirdlər, belə sualları yazmağın ən gözəl yolu elə ədədlərin özlərini tapmaqdır. Necə? Müəllim, yəni tənlif falan qurmağa məncə burada ehtiyac yoxdur. 2 rəqəmli ədəd deyir, düzdürmü? Nə qədər 2 rəqəmli ədəd var? 90 dənə, düzdür? Bunların deyir ki, təkliklərinin sayı onluqlarının sayından 2% böyük olsun. Təkliklərinin sayı onluqlarından 2% böyük olsun. Misal üçün 13, sonra 24, sonra 35, sonra 46, 57, 68, 79. Burada 8, 10 yaza bilmirəm, axı düz gəlmir. Bu qədər ədəd var yəni burada. Sonra deyir ki, bizə bu iki rəqəmli ədədin rəqəmləri cəmindən hasili. Yəni rəqəmləri cəmi bunun 1 üstəgəl 3 4 eləyir. 13-ü 4-ə vuranda 52 olur. 2 üstəgəl 4 6 eləyir. 24-ü 6-ya vuranda 144 olur. Rəqəmləri cəmindən hasili 144-dür. Və salam, cavab elə 24'dür. Bu ədədimiz 24'dür. Vəssalam. Yəni bunun üçün əlavə tənlif falan qurum uzun zadı yazma ehtiyac yoxdur. Hə, açıq sual olsa ehtiyac ola bilər, amma belə inanmıram ki, belə bir sual gətirib açıq sualda qoysunlar. 22-yə baxaq. 21 də bu tipdən olduğu üçün saxladım sizə. 22-yə baxaq. AB 2 rəqəmli ədədi üçün baxın, bax etmişik bunu. 10A-dan və burada 10A var da, aslında 10A-dan 1 A-nı çıxıram. 9A qalar. Çıx olacaq. Çünki 1B-dən 10B-yə çıxıram. 9B bərabər çarpaz vururam. O götürüb bura vururam. 7A üstəgəl 7B olur. 7A-nı bura gətirsəm 9A-dan 7A çıxanda 2A qalar. 9B-ni bura gətirsəm müsbət olacaq. 7B-nin yanına gətirsəm olacaq 16B. Hər tərəfi 2-yə bölsəm olacaq 1A bərabər 8B-yə. Aha. A və B hasını tapın. Bayaqlar etmişdik buna oxşar bir şey. A-ya 8 verəcəyik, B-yə də A-nın əmzalı olan 1 verəcəyik. Nəticə etibarlı olacaq A-mız 8, B-miz 1, 8 vur 1 olacaq nə? 8. Kimsə deyər ki, müəllim, bəlkə A 8-in 2 qatıdır 16. Mən də sual verirəm. Rəqəmin yerinə 16 yazmaq olar? Xeyr. 16 ədəddir, axı rəqəm deyil də. Ona görə yazmaq olmaz. 23 də bu tipdəndir. Hətta deyərim 24 də bu tipdəndir. Eyni sual tipləridir. Sizə qalsın bunlar. Eyni sual tipləri. Yazaq 24-ü. 24, 25 biraz fərqliyə oxşadır. 24-ü yazaq. Baxın uşaqlar, bax.
X, Y-in açışı nədir? 10x 1y-dan y çıxana nə qalacaq? 10x qalacaq. 10y 1x-dan x çıxana nə qalacaq? 1y qalacaq. 10y qalacaq. Bərabərdir 2. Bundan bunlar ixtisar edib belə x bölünsün y-ə 2 qalmır, qalır. X bərabərdir 2y qalıram da, düzdürmü? X2, x-ə 1 versəm, x-imiz 2, y-imiz 1 deməkdir. X bərabərdir 2k-ya, y bərabərdir 1k-ya. 1k-ya. İndi baxın, mən götürürəm. Mənə soruşur, x plus y cəminin ən böyük qiyməti tapın. Okey. Belə bir cədvəl də qura bilərsiniz. Üçün x-a, y-ə 1 versəm, x olacaq 2. Bura 2 versəm, bu 4. Bura 3 versəm, bu 6. Bura 5 versəm, 4 versəm, bu 8. Bura 5 versəm, bu 10. Ola bilməz bu. Çünki 5, 10, yəni x-imiz rəqəmdir, 10 yazmaq olmaz. Və ən böyük cəm olacaq 12. Davam edək. 25 eyni tipdir. 26 nömrəli suala baxaq. 26. Bu olarsa AB hasının ala biləcəyi ən böyük qiymətli ən kiçik qiymətin cəmini tapın. Onun açışına baxsam 10A, burada da 1A var 11, burada da 1A var 12. 12A üstə gəl. Sonra burada 1B var, burada 10B var, burada da 1B var. Oldu 12B kiçikdir 84-dən. Hər tərəfi 12-yə bölsəm A plus B kiçikdir 7-dən. AB hasının ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətin cəmini tapın. İndi nəzərə alsaq ki, A ilə B bir-birindən fərqli olduğu haqqında heç məlumat yoxdur. Yəni belə bir şərtimiz yoxdur. AB-dən fərqli şərti yoxdur. Ona görə A ilə B-ni bərabər götürə bilərik. Yəni belə deyək də, cəmi 7-dən kiçik olan nöqtə ədədlər nələr var? Məsələn 1 1 1 2 1 3 1 4 1 5 1 6 olmayacaq, düzdür? 1 5 1 6 olmayacaq. Və sonra 2 1 2 2 2 3 2 4 3 1 3 2 3 3 sonra 4 1 4 2 və 5 1. Düzdür? İndi nə soruşur məndən? Nə soruşur? AB hasının ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətinin. Ən kiçik qiyməti 1 vur 1 olar. 1 olar. Ən böyüyü isə bunlardan hansılı ən böyük olan 3 3 olar da 9. Düzdürmü? 3 vur 3. 9. Bunların da cəmi olar 10. 27 nömrə. Bu 26 maraqlısı olaydı bu arada. 27. Ədədin son rəqəmini tapın. Son rəqəmin tapmanın qaydası var. Bu arada qeyd edim ki, bunun cavabını topluda səhv veriblər. Bax, qüvvəti bölürsən 4-ə. 223-ü bölürsən 4-ə. Mənə bu cavab maraqlı deyil. Mənə qalıq maraqlıdır. 23-ü 4-ə bəndə qalıq 3 qalacaq. Sonra 56-nı bölürsən 4-ə. 56 tam bölünür də, mənim bildiyim qədərilə düzdürmü? Qalıq 0 qalır. Sonra 25-i bölürsən 4-ə. 6 qalıq 1 qalır. Sonra nə edirsən? Götürürsən. Bu ədədlərin özlərini yazırsan belə. 12 qalıq neçə qalmışdı? 3. Vurulsun 7 qalıq nə qalmışdı? 0. Üstə gəl 19 qalıq nə qalmışdı? 1. Bunları yazırsan. Bərabərdir. İndi uşaqlar nə edirsən? Bu 12-nin kopyasını hesabına ehtiyac yoxdur. 2-nin kopyasını sonuncu rəqəmə baxırsan. Əslində heç bu da yazmaq, bunları da yazmaq lazım deyil. İndi mən yazmışam silmək bunları da. Bax 2-nin kubu neçə olur? 8 vur 7 üstə 0 1 üstə gəl 9 üstə 1 9. Neçə oldu? 17. Mənə sonuncu rəqəm lazımdır 7. Cavab sonuncu rəqəm 7-dir. Sualda topluda cavab 1 veriblər bildiyim qədərilə, yanlış veriblər. 28 nömrəli sual. 28. Bax 10A, bu da 1A, 11A oldu, düzdür. Sonra 1B, 10B oldu, 11B. 11'i mötərizə xaricinə çıxardığında A plus B. İndi 11'i var da, 11'e nə olmalıdır? Bölünməlidir. 11'e vurub aldığına görə 11'e tam bölünməlidir. C variantı 11'e bölünür. İndi burada nə olacaq? Bax burada 10A'dan 1A çıxanda qalacaq 9A. Sonra 1B'dən 10B'yə çıxanda qalacaq 9B. 9'u mötərizə xaricinə çıxararsan A çıx B. Gördün nə oldu? 9'a bölünür oldu. 9'a bölünür. A variantı getdi burada. İndi üçüncüdə sizdə nə olacaq? 111A, 111B, 111 vurulsun A plus B. Deməli nə olacaq? 111'ə bölünəcək. Bu şəkildə araşdırılır. Bax 29 sizə qalsın, 29 sizə qalsın.
30-un bir dənəsini yazıram, bir dənəsini yazıram, digərlərini siz yazacaqsınız. 30 nömrəli sual. Bax, bir dənəsini necə yazacağam? Bunun açılışı nədir? 10A üstəgəl B-dən. Deməli, 10B üstəgəl A-nı çıxdırdı. Bax, 10A-dan 1A çıxdırdı 9A. 1B-dən 10B çıxdırdı mənfi 9B bərabərdir 4A çıx 3B-yə. Yəni, bu 4A-nı bura gətirəndə 5A qalar. Bu mənfi 9B-ni bura gətirəndə müsbət 9B olacaq ki, 3 çıxanda 6B qalacaq. Yox, bəli, 6B qalacaq. A-mız 6, B-miz 5. Cəmi 11. Gördünüz necə elədi? Digərlərini o şəkildə siz özünüz yazmış olursunuz. Hamısını mən sizin üçün yazmayayım. Belə, 31 nömrəli sual. 31 nömrəli sual. Bunun açılışında, hörmətli şagirdlər, 10A, bu da 1A oldu, 11A. Baxın, 10B, bu da 1B oldu, 11B. 10C, bu da 1C oldu, 11C bərabər 88. Hamısını 11-ə böləndə A, B, C-nin cəmi 8 olur. 8 olur, bəli. Sualın şərtində A, B, C-nin bir-birindən fərqli deyiblər. Əla. Bir-birindən fərqli rəqəmlərin cəmi 8-dir. Götürüb, misal üçün, mən bura 5 yazsam, bura 2, bura 1 ola bilər. Deməli, belə çıxır ki, 0 ola bilməz bu arada A, B, C heç biri. Çünki A ilə də başlayan, B ilə də başlayan, C ilə də başlayan ədəd vardır. 0 ilə başlayan iki rəqəmli ədəd olmayacaq deyə A, B, C-nin heç birinə 0 verə bilmərəm. Üçü də 0-dan fərqlidir. Əslində bu yazılış da biraz belə verilsə daha yaxşı olar deyə. A fərqlidir B-dən, A fərqlidir C-dən, B fərqlidir C-dən. Biz niyə görə? A B-dən fərqlidir, B də C-dən fərqlidir. Amma burada şərtdə verməyib ki, A C-dən fərqlidir. Belə nə demək istəyirəm? A-nın B-dən, B-nin də C-dən fərqli olması, A-nın C-dən fərqli olması demək deyil ki, məsəl üçün, baxın, yazıram, 3, 2, 3 görürsünüz, 3 2-dən fərqlidir, 2 də 3-dən fərqlidir. Əslində, bu belə versəydi daha yaxşı olardı. Nə isə də veriblər, indi belə biz qəbul edək. Deməli, yəni, bu yazılışın özündə biraz problem var, mənə görə. Düşünürəm ki, bu riyaziyyat müəllimləri də bu şəkildə görə bilərlər, yəni. Davam edək. Və 5, 2, 1 cəmi 8-ə bərabərdir. Bir dəqiqə, nə soruşur bizdən? Bu ədədin ala biləcək ən böyük qiyməti ilə ən kiçik qiymətin fərqini tapın. Ən böyük bu, ən kiçik də bu olacaq da. Elə deyil. Bunun cəmini istəyir də bizdən 646. 32 də eyni sualdır. Sizə qalsın. Növbəti başlığa baxırıq. Növbəti başlıq. Fərq azalandan 147 vahid kiçikdir. Fərq azalandan 147 vahid kiçikdir. Fərq azalandan A çıx B bərabərdir C. Burada fərq budur, azalan budur, çıxılan budur. Ümumiyyətlə, bu sualda hal-hazırda fərq azalandan neçə vahid kiçikdir, B vahid kiçikdir. Belə çıxır ki, elə çıxılan 147-dir də. Sual şərtinə baxın. Fərq azalandan 147 vahid kiçikdir. Fərq azalandan 147 vahid kiçikdir. Cavab 147 özü olacaq. İkinci sual. Rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü, rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyinin ən böyüyü ilə bir dəqiqə. Niyə bunu belə yazdım ki? Ən böyüyü 4, 3, 2, 1. Üzürlü sayın. Yenə səhv yazdım. Ən böyüyü 9, 8, 7, 6. Fərqidir. Çıxılsın 1, 0, 2, 3. Düzdür. 3, 5, 8, 8. Y variantı. Növbəti sual. Demək olar ki, şagirdlərin əksəriyyətinin soruşduğu sualdır bu üçüncü sual. Demək olar ki, hər kəs bunu soruşur. Əvvəlcə bunu izah etməmişdən qabaq sizə belə bir qısa bir qayda izah edeyim. Nədir bu qayda? Bax uşaqlar. Deməli 1, 3, 5 və s. 19 yazıblar. Düzdür? 19 yazıblar. Biz bunu bir-bir saya bilərik. Məsələn 1, 3, 5, 7, 9 və nə bilim 11, 13, 15, 17, 19 belə bir-bir saya bilərik. İndi burada 19-un yerində məsələn deyirəm də 199 olsaydı və imtahan zamanı mən bunları bir-bir sayıb, yəni sayın burada neçə ədəd var? Bunların sayını tapmaq üçün nə etməliyəm? Baxın, burada neçə ədəd var? Neçə ədəd var? Bunu tapmaq üçün nə edirlər? Axırıncıdan birincini çıxırsan, bölürsən aradakı fərqə. Təbii ki, bunlar eyni qədər artırlar da. Neçə artır? Birdən 3-ə neçə vahid gəlib? 2 vahid. Buradan bura 2 vahid. Arasında 2 vahid fərq var. 2 vahid fərq var. Görürsünüz, bölürsən fərqə. Üstə gəlirsən 1. Bərabərdir. 19 çıx 1. 18 böl 2. 9 üstə gəl 1. 10 eləyir. Bildiniz necə? Deməli, belə çıxır ki, burada 10 dənə ədəd var. İndi diqqət edin aşağıdakı yazılışa.
Aşağıdakı yazışı mən görün necə yazıram. 2220 üstə gəl 1. 2220 üstə gəl 3. 2220 üstə gəl 5 və s. 2220 üstə gəl 19. Hörmətli şagirdlər 1, 3, 5 və s. 19. Bunların cəmi şərtdə mənə A kimi vermişdilər. Deməli bunların cəmi oldu A. Bundan əlavə mənim üçün 2220'lər var. 2220'lər var. Neçə dənə? Neçə dənə? 10 dənə. Müəllim hardan bildiniz 10 dənədir? Hardan bildiniz? Yuxarıda onun qaydasını göstərdim. Necə tapmaq lazımdırsa. Axırıncıdan əvvəlkini çıxıram, aradakı fərqə bölürəm, üzərinə 1 gəlirim. Bu şəkildə siz də bunu tapa bilərsiniz ki, 10 dənədir. Və 2220'lərdən 10 dənə var burada. 2220'lər 10 dənə. 2220. 2220'ni 10'a vuranda 2220'ni 10'a vuranda olur 22.200 üstə də gəl bir dənə A. 22.200 üstə gəl bir dənə A. C variantı. Bax, hörmətli şagirdlər. 4 nömrəli sualı indi mən yazmayacağım sizin üçün. Sadəcə olaraq buradakı ədədlərin sayını tapmağa sizə kömək edəcəm. Videonu saxlayın. Özünüz bu qaydanı tətbiq edərək tapın. Sonra yoxlayın. Görün ki, düz tapmısınız yoxsa yox. Necə edirdik? Deməli, axırıncıdan əvvəldəkini çıxırdıq. Aradakı fərq 3-dən 7-yə 4 vahid gəlib 4-də bölürəm. Üstə gəlirəm 1. Bərabərdir. 27 çıxır ki, 24 bölü 4, 6 üstə gəlir 1, 7. Deməli, burada 7 də ədəd var. Ardı sizə qalsın. 5 nömrəli çalışma. 2 natural ədədin cəmi 474-dür. 5 nömrəli çalışma. Onlardan birincinin axırıncı rəqəm 1-dir. Əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır. Bu ədədlərin fərqini tapın. Hörmətli şagirdlər, bu A, B, 1 yazıram. 3 rəqəmli ədəd. Üstə gəl, digər ədədin, bunun biri siləndə deyil, ikinci də alınır. Deməli, digər ədədimiz AB-dir. Bunların cəmin veriblər 474. İndi baxın, birin üstündən nəyə gələndə 4 eləyər? 3 gələndə. Deməli, bu 3-dür. Onda bu da 3-dür. 3-ün üstündən nəyə gəlsəm 7 eləyər? 4. Deməli, bu 4-dür. Və son 4 33 43. Belə çıxır ki, A-mız 4, B-miz 3-dür. Bu, deməli, deyir ki, bu ədədlərin fərqini tapın. Tapaq da indi bunun fərqini istəyir məndən. Tapın bunun fərqini. 1-dən 3 çıxmam olan, 1-dən 3 çıxsam 8, 0, 4. Bir dəqiqə. Səhv çıxdım, neysə. Səhv çıxdım ya. Burada 2 qalır. 2-dən 4, 10, 2-dən 4 çıxanda 8. Burada 3, 3, 8, D variantı, bəli. 5-dədir. 6 bu tipdir. 7. Ardıcıl 100 naql ədədin ən kiçik və ən böyük cəmi 5-dən 9-a bölünmə ədədlərin cəmi ən kiçiyini tapın. Hörmətli şagirdlər, bunu yuxarı yazmışam. Oxşarı burada var idi bayaqları. Bax, 7-yə baxın. Görürsünüz. Yazmışam. Oxşatıb yazarsınız. Özünüz də işləyin. Hər şeyi buradan köçürmək lazım deyil. Nəsə alınmasa dərslikini soruşarsınız. 8. Ən böyük 4 rəqəmli natural ədədlə. Ən böyük 4 rəqəmli natural ədəd nədir? 9999. Ən böyük 2 rəqəmli natural ədədin fərqi. Ən böyük 2 rəqəmli natural ədədin fərqi. 0, 0, 9, 9 fərqi. Ən böyük bir rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Neçə oldu? 1100. Yəni B variantı. 1100 dəfə böyükdür. 9 sizə qalsın 10. Mənə görə 10 nömrəli sual yanıltmaçdır. 10 nömrəli sual və inanmıram ki, hansı imtahana bu tipdə bir sual salsınlar. Cəmi 2005 olan 2 natural ədəddən birinin sonuna 7 rəqəmi əlavə edib, digərinin sonunun 6 rəqəmi sildikdə alınan ədədlə bərabər olan həmin natural ədədlərdən ən kiçik rəqəmlərin cəmini tapın deyir. Nəysə. Deməli, uşaqlar, bax, belə bir şey başa düşək də buradan. Deməli ki, cəmi 2005 olan 2 natural ədəddən birinin sonuna 7 rəqəmi əlavə edib, digərinin 6 sildikdə alınan ədədlər bərabər olur. A, B, 6, 7, o birisi də AB. Belə başa düşürəm mən. İndi bu fikir verin, baba. Buradan 7-ni silib, o birisinə 6 əlavə etdikdə bunlar bərabər olur. Budur. Bunların cəmi verib bizə 2500. 7-nin üstünə gəlsəm tam olar 3 gəlsəm, deməli bu 3-dür. 7 üstə gəl 3, 10 eləyir. 0 yazın 1 yadda. 6 üstə gəl 3 olmalıdır ki, bir dəqiqə, 2500 dolar deyir. Rəqəmlərin yeni səhv yazmışam ya. Rəqəmlərin yeni səhv yazmışam. Deyir ki, 7 rəqəmə əlavə edib 6-nı sildikdə, bunlar yerlərini belə yazmalıyam, belə. 7 rəqəmə əlavə edib 6-nı sildikdə bərabər olurlar. Belə, deyirəm, yanıltmaçdır. Normal misal deyil. 2500 dolar, 6 üstə gəl, bu 4 olacaq. Bu 4-dür. 7-nin üstə, 6 üstə gəl 4 nə oldu? 10.
0 yazım 1 yadda qaldı. İndi 7 üstə gəl 2 yazmalıyam ki 9 ədədə 1 10 olsun. 4 üstə həm 1 gələndə 5 olacaq. Yadda qalan 1 gələndə. Yəni belə 2476 gəl 24. Həmin natural ədədlərdən kiçik rəqəmlərin cəmi 24 rəqəmlərin cəmi 6. Yəni çox bir yəni qeyri-adi belə deyim də qeyri-adi deməyim. O sualdan hər bir şagird özü yaza bilər. Özü üçün şərtlər qoysun ki, bura 5 yazıram, oradan 3 silirəm, nə edirəm belə. Yəni bu normal bir misal deyil mənə görə. 11-ə baxaq. ABC notla ədədləri üçün AB 23, BC 11-dir. Ümumiyyətlə hansı iki rəqəmin hasili 23 ola bilər? Natural ədəddən söhbət gedir. 23 vur 1. Hansı iki rəqəmin hasili, iki ədədin hasili 11 ola bilər? 11 vur 1. İndi bunların hər ikisində 1 var, fikir versinizsə. Deməli belə çıxır ki, hər ikisində eyni olan burada nə görürəm? Bax, burada da B var, burada da B var. Aha, deməli B 1-dir. Onda A 23 olacaq. C də 11 olacaq. Bunların cəmini soruşur bizdən. 37 olacaq. Bunların cəmi də 37. Bu neçə nömrəli sualaydı? 10 nömrəli sualaydı. 11 də bu tipdəndir. 10 yox. Bu 11 idi. Üzürlü sayın. Sorry, bu 11 idi. 10 burada idi. İndi baxırıq 13-ə. X, Y, Z natural ədədləri üçün 7, Y, 8 Z-ə bərabərdir. Bax uşaqlar, görün nə edirəm. Bax, bura 2 verməyib. Mən bu 2-ni 8 eləyə bilərəm. Necə 4-ə vurmaq var? 7 Y bərabərdir 8 Z veriblər. Sonra yazılır X bərabərdir 2 Z-ə. Götürürəm, buranı vururam 4-ə. Alıram 4x bərabərdir 8 Z. Bax 8 Z-i gördünüz. Gətir buraya 4x və son. İndi mənə nə deyir? X, Y, Z cəminin ən kiçik qiymətini tapın. Aha, hörmətli şagirdlər, mənə elə ədəd tapın ki, həm 7-yə, həm 8-ə, həm də 4-ə bölünsün. Mənim tanıdığım ədədlərdən bu 56-dır. 56 bunların hər üçünün əkabudur. 56, bəli, 56. Deməli, mən buranı 56 eləmək üçün bu vurmalıyam 8-ə. Buranı 56 eləmək üçün bu 7 olmalıdır. Buranı 56 eləmək üçün bu 14 olmalıdır. Və bunların cəmin 14, 8 və 7. 8-dən 7 olur, 15 olur. Üzərinə 14 gələndə olacaq neçə? 29. Hə, indi deyirsiniz ki, ay İbrahim müəllim, 13 rahat idi yazdınız, bəs 14 nətər yazaq? 13-də 8 Z idi, 2 Z idi. 2-nin 8 ədədi rahat. Axı burada indi mən bu 7-ni necə 3 eləyim? Düzdür? Və yaxud 3-ü necə 7 eləyim? Görün nə edəcəm indi? Görün nə edəcəm? Diqqətlə baxın. Bax, bu hissənin davamını siz gətirəcəksiniz. Burada mən sizə eyniləşdirib sizə bunu verəcəm. Gerisi sizə qalacaq. Tamam mı? Danışdıq. Deməli nə edirəm? İndi baxın. Baxın nə edirəm. Bax, hörmətli şagirdlər. Bu 3'tü, bu 7'di. Bayaqki misalda bu 2 idi, bu 4, 8 idi. Rahat bunu 4'e vurdum, 8 elədim. Amma burada elə bir şey yoxdur. Mən 3'ü nəyə vurum ki 7 olsun? Olmur axı. Görün nə edirəm? Götürürəm, bunu vuracağım 7'yə. Gördünüz? Bunu da vuracağım 3'ə. Bunu qardaş demirəm, amma sizə deyirəm. Nəticə 21Z, 21Z. Gördünüz mü? Nə oldu? 12Y, 7X, 21Z. Hə, da yazmışam, tamamlayayım da, hə, deyəsəm, tamamla bunu 7-nə daxilə gedir. 14 də bu, düzdürmü? 14, tamam. 14-ü tamamlayıram onda sizin üçün. Nəsə birdən-birə ürəyim yumşal deyə. Dedim, qoy tam yazım da bunu uşaqlar üçün. İndi mənə elə ədəd tapa bilərsinizmi ki, 14-ü niyə belə yazdım? Aha. Elə bir ədəd tapa bilərsinizmi ki, təbii ki, bu ədədlər çoxdur. Onların içərisində ən kiçik lazım mənə. Həm 12-yə, həm 7-yə, həm də 21-ə bölünsün. Var mı elə bir ədəd? 12, 7 və 21-in bunun üçün biz əkobunu tapmalıyıq. 21 ilə 12-nin əkobu deməli olacaq 84. Bəli, 84. Bunları üçünə də 84 bölünür. Buranı 84 demək üçün bunu 7-yə vurmaq lazımdır. Buranı 12-yə vurmaq lazımdır. Buranı 4-ə vurmaq lazımdır. Və salam. Bunların cəmi istəyəcəyini məndən. Bunların da cəmi olacaq nə? 33. 14 nömrə son cavab oldu. 33. Düz toplamadım. 23 ayda. 23. Görürsünüz uşaqlar. Misal yazırsan, axırda gəlib səhvdə oxuyursan, aləm dəyib bir-birinə. 15 nömrəli sual A və B natural ədədləri üçün bu olarsa 5A plus 4B ifadəsi A biləcək ən böyük qiyməti tapın deyir. A və B natural ədədlərdir. Bəli. Natural ədədlərdirsə burada baxın indi bax görün nə edirəm. Deməli 5B bərabərdir buradan 90 çıx A. 90 çıx A. Və B bərabərdir 4A deyirəm, baxın, nəsə düz yazmıram. 90 çıx 4A-nı 5-ə bölməliyəm. Aşağılar, yaxşı baxın indi. B, yəni natural olması üçün bura 2 ədəd 5-ə bölünməlidir. Mən 90-dan nəyi çıxanda
alınan ədəd 5-ə bölünə bilir. Yəni 90-dan aşağı 5-ə bölünən nələr var? Gəlin bir neçəsini yazın baxaq. 85 var. Düzdür? 80-in özü var. Sonra nə var? 75 var. Sonra 70-in özü var. 65 var. Sonra 60-ın özü. Belə gəlir də 5-ə qədər. İndi baxın, mən bu 85 eləmək üçün buranı 90-dan 5 çıxmalıyam. 4-ü nəyə vuranda hansı notada vuranda 5 olacaq? Yoxdur elə bir şey. Yoxdur. Yəni mən 4-ü nəyə vuram 5 eləsin? 5-də 4-də. 5-də 4 axı natural deyil. 0,8 natural deyil. Getdi. Bu getdi. 90-dan nəyi çıxanda? Nəyi çıxanda? 90-dan nəyi çıxanda? 80, 10 çıxanda. Buranı 10 eləmək üçün mən A-nı 4-ü 2,5-ə vurmalıyam. Bu da natural deyil. Bu da getdi. 90-dan 15 çıxanda 75 olur. 4-ü nəyə vuran 15 olur. Heç nəyə. Bu da getdi. 90-dan nəyi çıxanda? 90-dan nəyi çıxanda 70 olur. 20 çıxanda. 4-ü 5-ə vuram da 20 olacaq. Düzdür? Bəli. Deməli 20 çıxdım, düzdürmü? Növbəti ədədim nə olacaq? 40 olacaq artıq. 20 gedir bu aşağı. Yəni 90-dan 40 çıxanda 50 olacaq. Düzdür? Bax fikir verin. Mən burada A deməli bura 20 eləmək üçün A-ya 5 yazmalıyam da. A 5 olmalıdır. A 5. Növbəti A-mız 10 olacaq. 4 vur 10 40. Növbəti A-mız 15 olacaq. Növbəti A-mız 15 olacaq. Növbəti A-mız 20 olacaq. Ondan sonrası yoxdur. Niyə? 4 vur 20 80, 90 çıx 80 10, 10 da 5-ə bölünür 2. Bu zaman A-nın bu qiymətlərində görəsən bizim B-miz nə olur? A-ya 5 verəndə 4 vur 5 20, 90 çıx 20, 70, 70 böl 5, 70 böl 5 14. 90 çıx 40, 50 böl 5 10. Sonra 6, sonra 2. Bəli. İndi 5A üstə gəl 4B ifadəsini ala biləcək ən böyük qiymət. 5A 4B. 5A 4B. Ən böyük qiyməti. 5A 4B. 5 vur 20 80. 4 vur 2 yox. Hadi 4 vur 2 8. Olacaq neçə? 88. Bəs bunları yoxlayaq görək. 4 vur 15. Bir dəqiqə 5A deyə qarışdırdı mı? 5A üstə gəl 4B. Bəli. 5-i qoysam 5 vur 5 25 üstə gəl 56. 25 56 81 eləyir. 81. 10 qoysam 90 olacaq. 15-dən 6-nı qoysam 75 üstə gəlsin 24. 5-dən 15 75 eləyir. 6-dan 24. 75 24 cəmi neçə eləyir? 99. Bu 5 vur 20 100. Bu da 8 108. Bunların içərisində böyük 108 oldu. Bəli. 16 sizə qalır. 17. Əslində 17 tipində sual yazmışıq. Çox yazmışıq özdə. Yəni yazaq da bir dənə də yazaq. 17 tipində sual bir dənə yazaq. Bax. 10A, bu da 1A. 9A. 1B'dən 10B çıxanda mənfi 9B. Bərabərdir. 3A çıx 2B. 3A'nı bura gətirsəm 6A olur. Mənfi 9B'ni bura gətirsəm müsbət 7B qalır. A'ya 7, B'yə 6 verirəm. A plus B 13 olacaq Y variantı. Digərlərini bu şəkildə eləyirsiniz. Bu arada A çıx B'də 1 verir. C variantını verəcək bizə. Həm C'ni, həm də Y'ni verir birinciyə. Digərlərini eyni şəkildə yazırsınız. 18. 2 rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəm yazılarsa, alınan 4 rəqəmli ədəd verilən ədədən 21 dəfə böyük olar. Deməli, 2 rəqəmli ədədimiz bu olsun. Bunun əvvəlinə və sonuna 20 dəfə böyük. Bunu 21-ə vuranda alınır 1, A, B, 1. Belə bir şey alınır. Yaxşı, yazaq da indi. 10A üstə gəl 1B-ni 21-ə vururam. Bərabərdir 1000 üstə gəl 100A üstə gəl 10B üstə gəl 1. Okey. 210A üstə gəl 21B bərabərdir 1000. Bu da 1 var, axı 1001 yazıram. Üstə gəl 100A üstə gəl 10B. 100A-nı bura gətirəndə qalacaq 110A. 11-ni bura gətirəndə qalacaq 11B 1001-ə bərabərdir. 11-i mötərizə xaricə çıxaranda 10A üstə gəl 1B qalır. 1001. İndi nə soruşur bizdən? Nə soruşur? Həmin iki rəqəmə uşaqlar A 10 üstə gəl 1B bizə elə AB-ni vermir, verir.
1001-i mən bölməliyəm 11-ə. 9 dəfə 99 1 11 1 91. Ədədimiz oldu 91. 18 bu idi. 19-a baxaq. Deyir ki, yox 20-yə baxaq da. 19 eynisinə də 20-yə baxaq. Deyir ki, 50 manat pulu olan Akif biri 3 manatdan ən çox neçə kitab ala bilər ki, onun qalan pulu 7 manatdan az olmasın. Bax uşaqlar, 50 manat pulu var. 50 manatdan çıxıram, kitab alıram deyə pulum azalır. Kitabın qiyməti x manatdır, bilmirəm neçə manatdırsa. Deməli, daha doğrusu 3 manatdan ən çox neçə kitab düzülür? Sənin qiyməti 3 manatdır, kitabların sayı x olsun. Bir dənə kitab alsam 3 manat çıxacaq, 2 dənə kitab alsam 6 manat çıxacaq, 3 dənə kitab alsam 9 manat çıxacaq, 4 dənə alsam 12 manat, belə gedirəm. Neçə kitab ala bilər ki, onun qalan pulu 7 manatdan az olmasın. 7 manatdan çox olsun, az olmasın. Tamam mı? Bunun üçün mən nə edirəm? 3x bərabərsizliyin sağ tərəfinə keçirdirəm. Az olmasın sözün mənası nədir? 7 ola bilər və 7-dən çox olsun. 7 ola bilər də yəni. Belə. 50 çıx 7. 43. Qırx üçə böləndə 1 dəfə, 13-də 4 dəfə. Deməli, kitabların sayı 14-3-də 1-dən kiçik olmalıdır. Ən çoxu neçə kitab? Ən çoxu 14 kitab ala bilər. 15-ci kitab alsa, 15 dənə 45 manat, 50-dən 45 çıxanda 7 manatdan az qalır, 5 manat qalır. Belə, bu da sizin 20 nömrəli sualınız. Növbəti başlığa baxırıq, 3-cü başlığa. Deyir x-in yerinə hansı rəqəmi yazdıqda bu ədəd 9-a tam bölünər. 9-a bölünmə əlaməti rəqəmlərin cəmi 9-a tam bölünməlidir. Baxıram ki, 5 də gəlib 8 eləyir. 8 gəlsin üstə 16, üstə 6 gəlsin 22, üstə 3 gəlsin 27. 27 ədədi 9-a tam bölünür, düzdür? 9-a tam bölünürsə, x eyni rəqəm olduğuna görə yerdə qalanların yerinə sıfırlar yazmalıyam ki, bir dəqiqə, düz toplamadım. 22 üstə 5, 25 edir bu 25. 25-dən sonra 27-dir. 27-nin üstə 25 üstə 2 gəlməliyəm. O da 1 olacaq deyə. 1, bəli. 2 nömrəli sual. A ədədini 10-a böldükdə natamam qismətdə C, qalıqda 8 alınır. O zaman A bərabərdir 10 C üstə gəl 8. Bu ədədin 5-ə bölünməsindən alınan qismət tapın deyir. 10 C üstə gəl 8-i 5-ə bölsəm. 10 C-də neçə dənə 5 var? 2 C dənə. 8-də 1 dənə. Qalıq qaldı 3. Qismət oldu 2C plus 1. B variantı. Mənim başqa yolu var. Təbii ki var. Necə? C-yə bir qiymət ver. C-yə məsələn 1 ver. 1. A böl 10 bərabərdir 1. Qalıq 8. O zaman A 18. Düzdür? Bəli. 18-i 5-ə böl. Mənə cavab maraqlıdır. Cavab 3 dəfə 15. Qalıq 3. Qalıq maraqlı deyil. Mən bu maraqlıdır. Qismətsə uşağı sualda qismət 3. Düş variantların canına C-yə 1 vermişdin axı. Al C-nin yerinə 1 qoy, bax hansında 3 alacaqsan. Təbii ki B variantında. 3 nömrəli sual sizə qalsın. Eyni sualdır. 4 nömrəli suala baxırıq. Natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. A ədədini 21-ə bölüblər, qalıqda 16 alınıb. Deyir bu ədədi 7-yə böldükdə alınan qalığı tapın. Ay uşaqlar, 21-ə bölündə alınan qalıq 16-dırsa, 21 özü 7-yə bölünür də. O hissəyə baxmırıq. Biz 16 qalıq üzərindən gedirik. Aydındır. 16-nı 7-yə bölürəm. 16-nı 7-yə böləndə nə qalır? 2 qalır qalıq. Bəli. Yəni qalıq üzərindən iş görülür belə suallarda. Bəzən şagirdlər B-yə, yəni qismətə 1 verirlər. Məsələn, götürür şagird buradakı B-nin yerinə 1 yazır. Deyir A bərabərdir 21 vur 1, üstə gəlir 16, yəni 37 olacaq deyir A. 37-ni 7-yə bölür, qalığı tapır 2. Olar, problem yoxdur. B-ni yeni 2 də qoya bilərsən burada, 1-in yerinə 3 də qoya bilərsən, fərq etməz. 5 nömrəli sual sizə qalsın. Keçirik 6 nömrəli suala. Deyir ki, 6 rəqəmli ədədin 6-ya bölünməsi üçün A-nın mümkün qiymətlərinin cəmini tapın. 6-ya bölünmə əlaməti, deməli, ədəd həm 3-ə bölünməlidir, həm də 2-yə. 2-yə bölünməsi üçün son rəqəmimiz mütləq şəkildə 0, 2, 4, 6, 8 bunlardan biri olmalıdır. Yəni, gəlin baxaq. Bax, uşaqlar, 3-ə bölünmə əlaməti rəqəmlərin cəmi 3-ə bölünməlidir. Bax, 2 verən 6 3-ə bölünür, xətt çəkirəm, heç baxmıram. 3-ə bölünür, 7 üstə gəlir ki, 9 edir, 3-ə bölünür, yerdə qaldı 1. Bax, 1-in üzərinə mən nəyi gələndə alınan cavab 3-ə bölünə bilər? 1 üstə gəlir 2, 3-ə bölünə bilər, bəli. 1 üstə gəlir 8, 3-ə bölünə bilər, bəli. Və salam. 2 və 8.
və A-nın mümkün qiymətləri cəmi 2 üstəgəl 8 olacaq 10. Deməli 6 nömrəli sualın cavabı oldu 10 C variantı. 7 nömrəli sual. 7 nömrəli sualda en hansı qiymətlərində 5 rəqəmli ədədə 3-ə tam bölünür deyir. 3-ə bölünmə əlaməti rəqəmlərin cəmi 3-ə bölünməlidir. Sadə sualdır. 7 üstəgəl 2 9 eləyir. Bölündü, getdi. 4 üstəgəl 1 5. 5-dən sonra 3-ə bölünən deməli 6 var. 6 var. Birini yazılayım müəllim. 5 var idi axı. Qalıb 1 qaldı. Yəni 1 lazımdır mənə. Sonra sonrakıları tapmaq üçün 3 3 artırıram. 4 7 1 4 7 C variantı. Müəllim mənə aydın olmadı. Başqa cür istəyirəm. Tamam, okey. Görürsüz, həm sizə suallarınızı verirəm. Həm də özüm cavabınızı verirəm. Siz belə öyrənmisiniz. 7 üstəgəl 1 üstəgəl 2 üstəgəl n üstəgəl 4 bərabərdir. 7 üstəgəl 1 8 üstəgəl 2 10 4 14 14 üstəgəl n. 14-dən sonra 3-ə bölünən ədəd 15 var. 15 olması üçün n gərək 1 olsun. 15-dən sonra 18 var. 18 olması üçün n gərək 4 olsun. 18-dən sonra 21 var. Sonra gərək onda 7 olsun. 21-dən sonra 24 var. 24 olması üçün n'in yerinə mən yazmalıyam 10 yazmalıyam. 10 ola bilməz. 2 rəqəmli ədəddir. N'in yerinə yalnız bir rəqəm yazmaq olar və salam 1 4 7. Bu da sizin öyrəndiyiniz forma sizin üçün. 8 nömrəli sual şifahidir. 7-yə bölünməsindən alınan qalır soruşur. 14 7-yə bölünür. 7 7 7 bölünür 6 qalır. 14 7-yə bölünür. 7 7 7 bölünür 3 qalır. Deməli 6 vur 3 18 eləyəcək. 18-i 7-yə böləndə 18-i 7-yə böləndə qalır 4 qalacaq B variantı. Belə davam edək 10 nömrəli sual ilə. Ay uşaqlar, bu 10 nömrəli sual demək olar ki, hər kəsin verdiyi bir sualdır. Deməli bu sualı necə yazacağıq? Gəlin baxaq 7344. Baxın, sual şərtində burada da Z yazılır, burada da Z yazılır. Deməli belə çıxır ki, bu eyni ədəddir. Hansı eyni ədədlər bir-birinə vuranda 4 ilə qutaran bir ədəd alına bilər? Z-nın yerinə ya 2 olacaq, 2 vur 2 4 olur, ya da 8 olacaq, 8 vur 8 64 olur. 4 ilə bitir də. Deməli Z-nın yerinə ya 2-dir, ya da 8-dir. Birinci halı 2-ni yoxlayıram. X 2 vur 4 Y 2 bərabər 7344. Bax mənim əlimdə bir dənə tənlik, bir dənə ifadə var, tənlik var. Niyə tənlik dedim? Məhsulu olan bərabərliyə tənlik deyilir ona görə. Amma 2 dənə dəyişən var. Görürsüz. Belə suallar mütləq şəkildə seçmə üsulundan həll olunmalıdır. Seçmə üsulu nədir? Özümüzdən x-ə qiymət vermə. 1 2 3 5 belə. Gəlin baxaq. X-ə 1 versəm olacaq 12 vurulsun 4 Y 2 bərabər 7344. Baxın. Baxın, indi mən bunu tapmaq üçün 7344-ü gərək 12-yə bölüm. 73-də 12 6 dəfə. Ardından heç lazım da deyil. Olmur axı, bu 4 ilə başlayır. Bu 600 nəsə olacaq. Deməli, doğru deyil 12. O zaman 22 edirəm. 22 ola bilməz. 22 də olsa 73-də 73-də 22 dəfə var. 3 dəfə. Artıq olmadı. Yəni alınmadı bu. 2 olmadı. 2 olmadı. Gəlin 8 variantını yoxlayaq. 8 yazaq indi bunların yerinə. 8 18-i yoxlayaq. 73-də 18 var. 4 dəfə 72 eləyir. 14-də 18 yoxdur. 144-də 8 dəfə. Bəli, bax 408 görürsünüz. Bax 408 və salam. Deməli x-imiz 1-dir. Y-imiz 0 oldu. Z-də 8. Nə soruşur məndən bunların? Cəmin soruşur. 1 0 8-in cəmi olacaq 9. 11 nömrəli suala baxırıq indi. Deyir ki, 5 rəqəmli ədədi 5-ə böldükdə qalır 4 alınır. Aha. 5-ə bölünmə əlaməti sonu 0 və ya 5 olmalıdır. Deməli, qalır 4 qalırsa, bu y-in yerində belə ədədimiz var. Ya burada 4 yazılıb, ya da 9 yazılıb. Çünki burada 0 olsaydı tam bölünərdi. 4 qalıqdı artıq. Burada 5 olsa tam bölünərdi. 9 olduğu üçün 9 5-dən 4 vahid bölünür, ya 4 qalıqdı artıq. Yəni y-imiz ya 4 olacaq, ya da 9 olacaq. Okey, davam edək. Həmin ədədin 18-ə tam bölündüyünü bilərək. 18-ə bölünmə əlaməti ədəd eyni zamanda 2 və 9-a bölünməlidir. 2-yə bölünməsi üçün sonu cüt olmalıdır. Sonu cüt olmalıdır. Sonu cüt olmalıdır. Yəni artıq y4 olmalıdır. Başa düşdük. Deməli, indi bu ədədin həm də 9-a bölünməsi lazımdır. Rəqəmləri cəmi 9-a bölünməlidir. 9, 7, 16 üstəgəl x. 16-dan sonra 9-a bölünən ədəd 18 olduğu üçün x-imiz gərək ki 2 olsun. X-imiz 2 oldu, y-imiz 4 oldu. Deyir ki, x-y hasini tapın, cavab 8. Yəni B variantı. Davam edək. 12 oxşar sualdır.
Dədə baba qaydasından sizə qalmalıdır 12. 13-ə baxırıq. 13. 3-ə qalıqsız bölünən natural ədədləri 12-yə bölükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. 3-ə qalıqsız bölünən natural ədədlər. Misal üçün yazıram. 24 3-ə tam bölünür. Bəli. Mənim niyə 24-dən başladınız? 12-dən başlayın. Yaxşı 12-dən başlayın. Niyə 3-dən başlamadınız? Çünki 3 öz 12-yə bölünməyəcək. 12-yə bölünənləri götürürəm. 12-dən sonrakılar daha doğrusu 12-dən böyükləri götürürəm. 3-ə bölünənləri 12, 15, 18, 21, 24, 27 və s. İndi gəlin baxaq. 12-yə böləndə nə qalacaq qalığımız? 0. 12-yə böləndə qalıq 3 olacaq. 12-yə böləndə qalıq 6 olacaq. 12-yə böləndə qalıq 9 olacaq. 12-yə böləndə qalıq 0 olacaq. 12-yə böləndə qalıq 3 olacaq. Artıq digəri görsənir. Digər qalıqlarımız 6, 9, 0, 3, 6, 9 belə gedəcək. Deməli 3-ə bölünən ədədləri 12-yə böləndə hansı müxtəlif qalıqlar alınır? 0, 3, 6, 9. Bunların cəmi olacaq neçə? 18. Yəni D variantı. 14 eyni tip sualdır. Sizə qalacaq 15 nömrəli suala baxırıq. 15. Deyir AB ədədini BA ədədinin bölünməsindən alınan tamam qismət vahidə. Vahidə. Qalıq isə 36-ya bərabərdir. AB-ni bölürlər BA-ya bərabərdir. Vahid nədir bilirsiniz? 1, yəni 1. 1. Qalıq 36. Aşağılar. Gəlin belki bunu 10A üstə gəl B kimi yazaq. 10A üstə gəl B bölünsün 10B üstə gəl A bərabərdir 1 qalıq 36. Bunu çarpaz bura vururam üstə 36-nı gəlirəm. 10A üstə gəl B bərabərdir 10B üstə gəl A üstə gəl 36. Buyurun bunları bərabərliyin sol tərəfinə keçirdəndə qalacaq 9A çıx 9B bərabərdir. Nəyə? 36. Hər tərəf 9-a böl. Hər tərəf 9-a bölündə 4. Hansı rəqəmlərin fərqi 4 ola bilər? 9 çıx 5. Demək, gəlin belə eləyim, baxın. 9, 5, 8, 4. Sonra 7, 3, 6, 2, 5, 1. Daha 4, 0 yazmıram. Çünki 0-la başlayan 2 rəqəmi də yoxdur. İndi gəlin baxaq. AB ədədi 95. AB-ni BA-ya bölüblər. 59-a bölüblər. Bəli, cavab 1 olur. Qalıq 36 qalır. Düzdür. Deməli, A-mız 9 ola bilər. Okey. İndi gəlin baxaq. 8, 4. 84'ü rəqəmlərin yerini dəyişim 48 edir. Çünki bura baxın AB, BA rəqəmlərin yerini dəyişirlər axı. 84'ü 48'ə bölün doğrudan da cavab 1 olur, qalıq 36 olur. Deməli 8 ola bilər və sonra A-nın yerinə 7, B-nin yerinə 3, 37. 37, 70, 37 bölündə 1, qalıq 36 düz ola bilər də, okey. 62-ni 26-ya bölsəm yox. 2 dəfə 52 qalıq 10 qalır, olmadı. Bu olmadı. Bu olmazsa bu da ödəməyəcək. 51 over 15 3 tamdan böyük olur. Deməli A-nın ala biləcəyi ədədlər neçə rəqəmlər hansılardır? 9, 8 və 7. Mənə deyir A-nın ala biləcəyi rəqəmlər cəmini tapın. 9 əgər 8, 17 əgər 7 olacaq 24. A. 24. 16. A, 2B, 6C ədədi 12-yə bölünərsə, 12-yə bölünmə əlaməti nədir? Ədəd həm 3-ə, həm 4-ə bölünməlidir. Əla. 4-ə bölünməsi üçün son 2 rəqəm 4-ə tam bölünməlidir. Bu ya 60 olacaq, ya 64 olacaq, ya 68 olacaq. C-nin yerində ya 0-dır, ya 4-dür, ya da 8-dir. İndi sual şərtində mənə deyir ki, A plus B plus C ifadəsinin ala biləcəyi ən kiçik. Ən kiçik olmasını C-yə 0 verəcəm, bunları yox. Deməli, ədədimiz A, 2, B, 6, 0-dır. Belə bir ədəddir. İndi bunun 3-ə bölünən olması üçün A ilə B cəminin 3-ə bölünən olmalıdır. A ilə B 3-ə elə ki, A ilə B 3-ə bölünən olmalıdır, belə deyək də. Daha doğrusu, bunların cəmi, baxın, bunun cəmi mənə verir. Bunun cəmi 8 verir. Yəni, A plus B plus 2 plus 6 plus 0, 8 plus A plus B. 8-dən sonra 3-ə bölünən 9 var. Onda A plus B-nin gərək 1 olması lazımdır. C də 0-dır. Və salam da A plus B plus C bərabərdir 1. Nə soruşur? Ən kiçiyi tapın, ən kiçiyi 1. Hə, indi burada sual yaranır. Mənə 2 rəqəm göstərə bilərsinizmi ki, cəmi 1 olsun? Deyərəm ki, 1 və 0. A-ya 1 yazaram, A-ya 1 yazaram, B-yə 0. Kimsə deyər ki, müəllim, bəs C-yə 0 yazmışsınız axı. Niyə yazmayam ki?
Bəyəm misalın şərtində A fərqlidir, B fərqlidir, C şərti əslində belə yox da. Belə bir şərt qoyulubmu ki? Xeyr. Qoyulmadığına görə bunları bərabər götürə bilərik. Problem yoxdur. A, B, C hər hansı biri bir-birinə bərabər ola bilərlər şərt olmadığına görə. Ona görə də A-mız 1, B, C-miz 0, 0 götürsək problem olmaz. Belə davam edək. 10 neçə idi? Bu 16 idi. 17 nədir? Rəqəmləri fərqli olan 2 rəqəmli ədədi 5-ə böldükdə qalıq ən böyük olarsa, bu şərti ödəyən neçə 2 rəqəmli ədəd var? Aha. Deməli belə baxaq da. AB 2 rəqəmli ədədini 5-ə bölüblər. Bizə cavab maraqlı deyil. Bizə qalıq maraqlıdır. Ən böyük olsun. Ümumiyyətlə 5-ə böləndə alına bilən qalıq ən böyük ola bilər? 4 ola bilər. Niyə? Çünki yəni 5-ə böləndə qalıq 6 qalması mümkün deyil də. Qalıq böləndən kiçik olur. Yəni normalda A böl B bərabərdir C qalıq R yazsaq, bu R sıfırdan böyük bərabər böləndən kiçik olur qalıq. Aydındır. 0 ola bilər qalıq. Qalıq 0 olur ki, o vaxt ki bir ədəd yəni tam bölünür. 12 4-ə tam bölünür, qalıq 0 qalır. Amma 13 4-ə böləndə qalıqda 1 qalır. 14 4-ə böləndə qalıq 2 qalır. 15-ə böləndə qalıq 3 qalır. 16 tam bölünür. Artıq fikir verirsiniz, qalıq 4-ə böləndə qalıq tam qalır da belə. Daha doğrusu yəni 4-ə böləndə qalıq 3 oldu da belə deyək, ən böyük qalıq. İndi 5-ə böləndə ən böyük qalıq nə olacaq? 5-ə böləndə ən böyük qalıq 4 olacaq. Tamam, bunun 4 olması üçün burada B-nin yerində ya 4 yazmalıyam, ya da 9 yazmalıyam. Deməli nə deyir? Nə deyir ki, rəqəmləri fərqli olan 2 rəqəmli ədədi 5-ə böldükdə alınan qalıq ən böyük olursa, bu şərti ödəyən neçə 2 rəqəmli ədəd var? Rəqəmləri fərqlidir bu arada. İndi baxın, 4-dən götürsəm 14, 24, 34, 44 götürə bilmirəm. Rəqəmlər müxtəlif olmalıdır axı, düzdür? Sonra 54, 64, 74, 84 və 94. Yəni sayaq bunları 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə belə ədəd var. 8 dənə. İndi bura 9 olsaydı, bunlar 9'larla da yazmış olsaydım, belə 49 yazacağım. 49 yazacağım, amma 99'u yazmayacağım. Yenə 8 dənə olacaq. 8 plus 8 ümumilikdə 16 dənə belə ədəd oldu. Və növbəti sualımız 10 neçədir? Bu neçə idi? 17, 18. Ədəd 30-a tam bölünürsə 18-ə baxırıq. 30-a bölünmə əlaməti nədir ki? Rəqəmlər 30 bərabərdir 5 vur 6. Ədəd həm 6-ya həm 5-ə ödəməlidir. 6 da 2 vur 3 olduğuna görə deməli ədəd həm 2-yə, həm 3-ə, həm də 5-ə bölünməlidir eyni zamanda. 5-ə bölünmə əlaməti sonu 0 və ya nə olmalıdır? Əslində bunu belə yoxlayaq. Belə yazaq da daha yaxşı olsun. 3 vur 10 yazaq. 10-a bölünmə əlaməti sonu 0 olmalıdır. Ona görə B mütləq şəkildə 0-dır. B 0-dır. Və salonda bu 8 var burada. A-nın mümkün qiymətləri cəmini tapın deyir. 1, 2, 3, 4 A. 4A üstə gəl 8, 3-ə bölünməlidir. 8-dən sonra 3-ə bölünün 9 var. 9 olmayacaq. 12 yazsam, o da olmayacaq. Yox, olacaq. A-ya 1 versəm olur da. A-ya 1 verə bilərəm. 4 verə bilərəm, 7 verə bilərəm. A-nın mümkün qiymətləri cəmi 1 plus 4 plus 7, 12. Deyə bilərsiniz, müəllim, haradan gəldi 4, 7? Bayaq izah etmişdim ki, misal üçün birini tapdınsa, o birlər 3-ə bölünmədirsə 3, 3 artır. Məsələn, bu 1-dirsə 3, 3 artır da 3-ə bölünmə söhbətinə görə. 19 sizə qalır. 20 AB ədədi 9-a böldükdə qalıqda 5 alınır. 20-yə baxırıq. AB ədədin 9-a böldükdə qalıqda 5 alınır. ABC ədədi 9-a tam bölünür, C-ni tapın. Aydın məsələ. Deməli, AB-ni 9-a bölüblər. Cavab mənə maraqlı deyil. Qalıq 5 qalır. Amma A, B, C ədədi 9-a tam bölünür. İndi fikir verin. Buradan qalıq 5 qalırdısa, 9-a bölünmə əlaməti nədir? Rəqəmlərin cəmi 9-a tam bölünməlidir. Buradan qalıq 5 qalırsa, deməli 9 olmağa nə çatmırdı? 4 çatmır. Deməli, belə çıxır ki, C4-dür də. C4 olub ki, yəni buradan AB-də 5-imiz var idi, qalığımızda 5 qalırdı. C-də 4 gəldi ora, artıq bu tam bölündü. Nümunə, misal üçün 14 yazaq. 14 9-a böləndə qalıqda 5 qalır, düzdürmü? Amma 144 9-a tam bölünür, düzdür? 16 əldə. Bəli. 22. X, Y bölünsün, X, Y 06 bölünsün X, Y. İndi bax, mən burada X, Y-in yerinə istənilən hər hansı ürəyim istəyən ədədlər yazıram. Misal üçün yazıram 12, 06 bölünsün 12. Burada cavab 100, qalıq 6 olacaq. Kimsə deyər mənim 12 haradan gəldi? Okey, 12-dən xoşun gəlmir, 57 yaz. Yenə eyni şey olacaq da.
Cavab 100, qalıq 6 qalacaq. Ona görə də natamam qismətdə 100, qalıqda 6 olacaq deyə AB hasilində nə olacaq? 600 olacaq. 23 də bu tipdəndir. 24-ə baxıram. Deyir ki, 2 natural ədədin cəmi 211-dir. Bu ədədlərin böyüyünü kiçiyinə böldükdə natamam qismətdə 4 aldıqda 4 qalıqda 1 alınır. Ədədlərdən böyüyünü tapın. Böyüyünü kiçiyinə böldükdə natamam qismətdə 4 qalıqda 1 alınır. Bunu sistem tərəkkib yazacağım mən. Buradan x bərabərdir 4 y üstə gəl 1 olduğunu nəzərə alaraq bunu gətirib burada bunu yerinə qoysam 4 y üstə gəl 1 üstə gəlsin y bərabərdir 211 5 y bərabərdir 4 y üzərində 1 y 5 y olur. Bu 1-i də bura keçirdəndə 210 qalar. Y dolar 42. Mənim 210-u necə 5-ə bölüb tez 42 tapdınız? Belə sualın daha rahat qaydası var. Bunu biz öz səhifələrimizdə izahını vermişik. Bax 210-u 2-yə vurursan 420 eləyir. Sonra bir dənə vergül ayırırsan. Ümumiyyətlə 5-ə böləndə çox rahat qayda var. İstənilən ədədi 5-ə böləndə istənilən ədədi fərqi yoxdur. 2-yə vur, bir dənə vergül ayır. Məsəl üçün 37 vur, böl 5. 37-ni 2-yə vur neçə eləyir? 74. Bir dənə vergül ayır 7,4. Deməli 37 böl 5 7,4 eləyəcək. Neysə qaydaq geriyə. Y-ımız 42 oldu. X-ımız da olacaq onda. 4 vurulsun 42, üstə gəlinsin 1. 169 olur. Böyüyünü tapın dedik. 169 oldu. 95. 95 nədir? 25. 9 vurulsun n kubu bərabərdir. M087. Avtomat nömrəsi oxşadı. M087. M-in asini tapın deyir. Deməli, bax bu 9-a vurulub aldığına görə 9-a bu tam bölünməlidir. M087 9-a bölünməsi üçün rəqəmlərin cəmi 9-a tam bölünür. 15 üstə gəl. Nə? 9-a bölünəcək. Deməli 3 olmalıdır M-in yerində. Belə çıxır ki 9 vurulsun n kubu bərabərdir 3087. Yəni M oldu 3. Mənim 3 oradan gəldi. 15-dən sonra 9-a bölünən 18 var. 18 olmaq üçün M-in yerinə 3 yazmağım lazımdır ona görə. Tamam. 3087-ni 9-a böl. N kubu. 3087-ni 9-a böləndə 343 eləyir. O zaman n bərabərdir 7 olacaq. Çünki 7-nin kubu 343 eləyəcək. Və salam 3 vur 7 21. 21. Bəli. Növbəti sual neçədir? 26 nömrəli sual. 26 nömrəli sual. 7-yə bölünükdə qalıqda 4 alınan ədədlər 3-ə tam bölünürsə, bu şərti ödəyən iki rəqəmli ədədlərdən ən kiçik və ən böyüyün cəmini tapın deyir. 7-yə bölünükdə qalıqda 4 alınan 3-ə tam bölünürsə. 7-yə bölünükdə qalıqda 4 alınan. Misal üçün nə götürə bilərəm? 11 məsələn. 11-i 7-yə böləndə cavab 1, qalıqda 4 qalır. Amma bu 3-ə tam bölünməlidir. Aha. Aşağılar. Bax 11-in üzərinə gəlirəm. 11-in üzərinə gəlirəm. 7, 18 və salam. Bu ədəd 18-dir. 18-i 7-yə böləndə qalıqda 4 qalır. Amma 18 3-ə tam bölünür. Bunların ən kiçiyi 18-dir. Ən kiçiyi 18-dir. İndi mən bunu əslində 7-7 artıq edə bilərəm. 25 olmadı. Sonra 32 olmadı. Sonra 39 olur da. 39 7-yə bölünə qalır 4 qalır. 3-ə tam bölünür. Sonra yenə 7-7 artıra bilərəm. Əslində buradan görsənir 21 gəldim üzərinə. Növbəti dəfə yenə 21 gələcəm. 60 olacaq. Yenə 21 gələcəm. 81 olacaq. Yenə 21 gələ bilmərəm artıq. Çünki 21 gəlsəm nə olacaq? 21 gəlsəm 2 rəqəmli olmur artıq. Ona görə də ən böyük 81, ən kiçik 18-dir. Bunların cəmi məndən istəyir 99 olur. 26 nömrəli sualın cavabı 99. 27. M ədədini 7-yə böldükdə qalıqda 6 alınır. Müəllim, M-in yerinə götürüb 13 yazıram deyir, çox uşaq. Mən də deyirəm ki, niyə 13 yazsan ki, 6 yaz da. 6-nı 7-yə bölə qalıqda 6 qalır da. Sonra gətirirəm aşağıdakı M-lərin yerinə qoyuram. 36 üstə gəl 18 üstə gəl 7. 36 18-in cəmi neçə olacaq? 54. Üzərinə 7 gələndə 61. 61-i 7-yə böləndə qalıqda qalacaq 5. Deməli, cavab oldu 5. Göstər olun. 28 də bu tipdəndir. 29-a baxaq. N ədədini M kubu ədədinə böldükdə. 4 ədədini 7-yə böləndə 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 4 əd
Natamam qismətdə 2 alınır. Qalanında 31 qalır. N bərabərdir 2 vur m kubu üstə gəl 31. N'in ən kiçik qiymətinin rəqəmlərin cəmini tapın. Əksər uşaqlar ən kiçik söhbətinə görə m-in yerinə gətirib 1 qoyurlar. N-də yazırlar 33. Bu belə yazırlar. Hörmətli şagirdlər, bu yanlışdır. Niyə? Birinci 1-ə böləndə qalıq qalmaz. Bu 1. İkinci bayaq qayda yazmışdım ki, qalıq 0-dan böyük bərabər böləndən kiçik olmalıdır. Böləndən kiçik olmalıdır. Deməli belə çıxır ki, 31 m kubundan kiçik olmalıdır. Yəni m-in yerinə mən 1, 2, 3 yaza bilmirəm. M-in yerinə mütləq şəkildə burada bərabərlik yoxdur. M-in yerinə mən mütləq şəkildə 3-dən böyüklər yazmalıyam. Niyə? Sən gətirib bura 3 yazsan, 3-ün kubu olacaq 27, düzdür? 27 olacaq və 27 31-dən kiçikdir. Ona görə olmur. M-ə ən kiçik 4 yaza bilərəm. 4-ün kubu 64 31-dən böyükdür. Və salam, M-in gətirib 4 qoy. N bərabərdir 2 vurulsun 4-ün kubu 64 üstə gəlsin 31, 128 üstə gəlsin 31, 159. N'in rəqəmlərin cəmi 16. Yox, 15. 16 nə idi? 15. Vəssalam. 30 da eyni ilə sizə qalır. Eyni son olduğu üçün 30 sizə qalır. 31-ə baxaq. Dörd 02 AB 4-də bölündə qalıqda 3 alınır. 4-də bölündə qalıqda 3 alınır. Həmçinin 75 CD-nin 4-də bölündə qalıqda 3 alınır. A plus B bölünsün C plus D ifadəsinin ən böyük qiyməti tapın. Kəsin ən böyük qiyməti olmasın. Bura ən böyük olmalıdır. Ən böyük, burada ən kiçik olmalıdır. Bura ən böyük olması rəqəmləri böyük götürməliyəm. A-nda B-ində. A fərqlidir B şərti olmadığına görə A-B-ni bərabər götürə bilərik. Ən böyük 2 rəqəmdə 99 yazıram bura. 99-u 4-ə böləndə qalıqda nə qalır? 99-dan əvvəl 96 bölünür. Tam 3 qalır. Okey. 9 plus 9. Əla. İndi buranın ən kiçik olması üçün CD-yə ən kiçik 2 rəqəmli 4-ə böləndə qalıqda 3 qalsın. Ən böyük 2 rəqəmli 12 qalır. 11 yaza bilərəm də. 11 yaza bilərəm də. 11-i böləndə qalıq bəli də. 11-i böləndə elə deyil. 4-ə böləndə qalıqda 3 qalır. Və sonum da 18 bölü 2 9. Bu da eyni qaydadadır. Bu qədər. Deməli birinci hissəni yekunlaşdırdıq. Natural ədədlərin son hissəsi qaldı. Növbəti dəfədə onun izahına baxacağıq.